Sponsorlar: Oba Marketlər şəbəkəsi, Mini Boss uşaq bezləri. Necə yerə getmişim sən Olya? Möhtəşəm, çox güllü çiçəklidir. Amma hər yan gül çiçək, yarım gəl içək. Xoşuma gəldi bu güllü çiçəkli yerdə çay içmək? Hər bir xanımın arzusudur, gözəl, güllü çiçəkli yerdə oturub çay içsin. Çox naziksiniz Amma Ulya xanım. Müşfiq, ümid edirəm ki, mənim başımı çay və mürəbbə ilə aldatmırsın. Yox. Mən gətirdim ki, sənin bura birinci çay içək Ulya. Biraz da acaq, ondan sonra gedirik. Möhtəşəm yeməklər var bugün. Menyuda bilsən nə var? Bugün ləzzət axtarışında Azərbaycanımızın Aran bölgəsindəyik. Hardayıq? İmişli rayonundayıq. Bəli. İmişlidəyik. Məşhur İmişli qovurması var. Eşitmişəm, yeməmişəm. Eşitmişəm, Möhtəşəm olur. Yemisən sən? Ona görə İmişlidə yeyəsən. Gəldik yeməyə. Hansı bölgənin ki o məşhur yeməyi var, gərək gedib həmin bölgənin özündə yeyəsən onu. Çünki orada daha dadlı olur. Və bir dənə də bir şey deyim ki sənə, o Aran zonasında o heyvanların da dadı süper olur. Çünki duzluqda onlar böyüyürlər. Ay sağ, torpağı özü... Ay sağ, buranın quzusu. Bəli. Yəni başqa yerin quzusundan fərqli olur, çox fərqli olur. Quzun əti bilsən nə olur. Onu mən fikir vermişəm, diqqət etmişəm. Bax İmişlidə, sonra mən sənə deyim, Ağcabədidə, bax oranın quzuları möhtəşəm olur. Bugün bizi İmişlinin Sultan Muradlı kəndinə dəvət ediblər. Özdə nə toyuna dəvət ediblər? Balaca toya. Bəli. Bizi qonaq çağırıblar, ləzzət axtarıcı komandası olaraq. Çünki burada həmin o toy palatka şəraitində keçiriləcək. Çöldə qazanlar, bibilər, əmilər kabab çəkəcək. 40 yeməklər bişirəcəklər. Yəni möhtəşəm olacaq. Biz də ləzzət axtarışına gəlmişik ki, o qazanların süftəsini biz açaq. O yeməklərin dadına baxaq. Və biz əslində vaxtında gedək çataq. Mütləq. Çayımızı içirik, gedirik Sultan Muradlı kəndinə. Getdik Olya. Getdik. Olya. Aycan. Gəldik, çatdıq. Toy olan ünvandayıq. İmişlidə. Toyun səsini eşitsən? Eşidirəm. Bəh. Çox maraqlıdır mənə burada İmişlidə toyda. İmişli... Nə yeyilir, adət-ənənələr necədir, necə əylənilir? Açığı mənim üçün də maraqlıdır. Bu İmişli, Saatlı, Sabirabad, sonra Hacıqabul, yaxın ərazilərdə. Kürdəmir falan. Aha, hamısı bir-birinə yaxını. Bu tərəflərdə məclislər necə keçir? Nə yeyilir? Özdə həyət toyu, qazanlar deyir, asılmayıb bizi gözləyir, getdik. Sənin toyundur? Bəy, ola nerdadır? Orada, ha, getdik. Qadınlı kişiri deyəsən, bəh, həyət toyunun ləzzəti başqa deyir. Bizim işimiz buradadır məncə. Həmişə toyda. Salam, təşəkkür, yorum Həmişə toylarda, Həmişə şad günlərdə. Salam əleykum. Necəsiz, keyfiz, əhvalınız? Bibi necəsiz? Allah kömək. Şad günlərə gələsin. Amin inşallah. Bibi, bu nədir bibi? Sapsarı, maşallah. Siz biçirsiniz bunu? Vay. Bu nədir belə? Qovurma. Bozartma. Qovurma. Ha, bu İmişlinin xüsusi qorması olur da deyilə. İmişli qovurması deməli budur. Bəli.
Hoş geldin. Aha, indi yeyib dadına baxacağıq da. Sən niyə belə həyəcanlansan? Bəyin anası ilə atası bu günləri Çox sağ olun. Bizi də dəvət ediblər bu çox gözəl təşəkkür günə. edirik. Bu xoş gününüzü bizimlə paylaşdığınız üçün. Adınız necə oldu? Elnur qardaş. Rəsmiyə xanım. Hanı o bəy? Birinci evladdır yoxsa ilk evladdır? Böyük evladınız. Bir kızım var, bir oğlum. Ha, Allah saxlasın. bütün Ha, o gün olsun. Adı nədir? Adı Elnar'dır. Elnar. O gün olsun inşallah Elnar'ın böyük toyunda da iştirak edək. Köməyiniz olsun, Allah ömür versin. Gelen ayaklarınız var olsun. Çox sağ olun, var olasınız. Bu da bizim bəyimiz. Bəy, Salam. təbrik edirik səni. Köməyin olsun. İnşallah sən böyük toyunda. Amin. Mənə bax, sən biraz kostyumu niyə geyməmisən? İstəyək Ömür boyu kostyum yemiyor bu. geyməyib. Sünnət kostyumu da başında belə o şey olur, papağazadə olur. Eğer onda benim için pis olardı. Amma yekə kişiyəm, mən indi o Ay, sağ ol, ha. sünnət papağın adını qoyanam. Bir adı olsun, ne diyeyim? Əla, əla. İnşallah sən böyük toyunda. Allah köməyiniz olsun. Biz də Allah canınızı sağ olsun. Hoş gelmişsiniz. çox sağ olun Məmməcim. Biz də Allah köməyiniz olsun. Ülfət xanımla ləzzət axtarışında rayonlarımızı, bölgələrimizi gəzə-gəzə gəldik. Bir gündə çıxdıq. İmişliyə özdə belə bir şad günə. Nə gözəl. Çox möhtəşəm yeməklər bişir orada. Bayaqdan görürəm onu. Açığı səhər yeməyi də yeməmişik ki, özümüzü saxlamışıq. Sizə Sizə mənim üçün əziz qonaqsınız. öpürəm. Bu, yəni bunun yəni halallığın versiniz də biz daha girsək bura. Halal hoş. Amma bir dənə qardaşın sözüsün ha. Bu qız bir 5 nəfərin yeməyi yeyir. Halal hoş olsun. Ümumiyyətlə burada kim var, Elə bir onun halal xüsusiyyətim olsun. var. Onu öyle halallığı indirim verir ki bir 10 nəfərin yeməyi yiyəcək ya. Burada əziz qardaşlarım var, əmlərim var, dayılarım var, iş yoldaşlarım var, qollu qardaşlarımız var, müşkantımız var. Hamısını Allah canlarını sağ eləsin. Öpürük qardaş, Siz də öpürük. xoş gəlmisiniz. Həmişə toylara gələsiniz. Sağ olun. Nə tərsən nənə? Sağlığın, sağ ol, çox sağ ol. Yaxşı, bu gün də sizin o ilk nəvənin xeyir işidir yoxsa bu olub nəvələrdən? Qabaqda olub. Bu da elə ilkdir. Yox, böyük toy olan olub. Yox, hamısının kiçik toyudur. Hamısı kiçikdir. Allah sizə inşallah onların Sağ ol, sağ ol, böyük sağ toyu ol. görməyin qismət eləsin. Sizlə bərabər, siz də gəlib çəkiliş eləyəsiniz. Müstəq, inşallah Allah gələcəyik. siz də hamınızı salamat eləsin. Necəsiz qardaşım? Keyfiniz əhvalı bizim Var olun. Hoş gelmişsiniz bu ele o bir ya. toyumuzun qəhrəmanlarından da biri də. Yəni bu gün bütün cəmaət yeyib içəndən sonra qardaşımızın gözəl ifaları ilə qəşəng oynayacağıq. İnşallah, inşallah. Hoş gelmişsiniz Öpürəm bu ele sizi. o bir ya. Allah size de can sağlığı versin. Siz də imlikdənsiz. Bəli, imişli. Nədən? İmişlinin aşından yememiş yerime. Bir Aşı da var. Bu qızımı da çəkin də, nə gözəlim və xanımım var. Ha, Mənim gözəl bu da xanımım qızınızdır, var. bəyin bacısı. Bəli, mənim Necəsən? gözəl xanımım. Əminlə görüş. Sənin adın nədir? Şəfiqə. Allah səni saxlasın. Şəfiqə, sənin toyunda inşallah. Amin, amin. Allah bütün balları xoşbəxt eləsin. Mən bir dənə o qazanların bir hamısının içinə baxım. Bax, bu nədir belə? O kaşka qızartması. Bu nədir? Bu lülə kebabıdır. Bəs bu nədir? Qoğurmadır, imişli qoğurma. İmişli qovurması ki var, o adla deyirlər onu. O buradaymış. O buradadır və biz indi onun dadına baxacağıq. Orada nədir bəs? Burada da görə nədir? Hə, plov. Ha, bu plovsundur. Plov. Plov. Bəlkə deyirəm birisi bir dənə imişli qovurmasının dadına baxaq. Bax hələ burada. Ay, ostu qəşəng. Bu mal ətidir, qoyun ətidir. Bəli, Vay, vay, vay. Onun suyuyla bax istəyirəm mən biraz. Ona stəkanda vermək olar. bəli, bəli. Əziz qonağımız. Müşü gördünüz bu belə elədi. Necə? Ha, qopur. Ay, vay, vay, vay. Bunu bunun üstünə qoyurlar ha. Bəli. Necə bir şey. Kartoşka fri də elə bir. Aha. İmişli kartoşka frisi. Mən də istəyirəm. Bu necə gözəl bir şey. Oy da Ulya buna bax. Bunun rəngi
rənginə bax, görəcə parlaqdır. Deməli, Kollagen deyə başdan ayağa. imişli qovurmasının suyu. Başlayaq. Bir dənə bax dadına götür. Cheese. Cheers. Bu nədir? Bal! Yəni bu dadı sözlə ifadə eləmək olmur. Canın Ayrı içində oradan. şorba kimi çox qəliz və çox dadlı bir bulyondur. Ah, dəhşət bir şeydir. Ona bir dənə üstü oradan ol, yenə belə bir şey götürüm özüm üçün. Müşvik gör nə gətirdilər. Bunu indi necə çəkərəm dişimə. Ah, Bunu məncə sən İstidir. götür mırıldayan. mırıldı. Atardı. Fındık deyələri. Çeynəmə ehtiyac yoxdur. Ağzımda artıq həll olunub. Möhtəşəm. Bax elə bu dada görə Ulya imişli qovurmasının adı çıxıb. Ki imişliyə gedirsənsə imişli qovurması, imişli cəmaatının işlətdiyi tam şəhərdə restoran varsa deyirlər ki, orada mütləq imişli qovurması verirlər, gedək ora. Möhtəşəm. Doğrudan da möhtəşəm. Bu yeməyin fərqi bundadır ki, bir, əraziyə görə ətin dadı dəyişir. Azərbaycanda bütün ətlərin dadı gözəldir, amma əraziyə görə dəyişir. Və bu soyutmanın fərqi bundadır ki, kartoşkanı ayrı friturda qızardırlar, ətə bir yerdə qatırlar. Yəni kartoşka özü qızardılmış, qabığı xırçıltılı qalır, ət isə əksinə adamın ağzında pambıq kimi əriyir. İmişli, Ağcabədi, səhv eləmirəmsə, bax, bu zonalarda ətin dadı fərqli olur. Kababı da fərqli olur, onunla pişən yeməklər də fərqli olur. Elə bu günləri onun elə deməli şahid olduq da, Ulya. Dəhşətdir. Hani imişli qovurması. Elə bax. Gülücü yapışır bir-birinə bax. Bir də var Naxçıvan qavurması. Naxçıvan qavurması da yəni adla deyilən yeməklərdəndir. Eyni şey deyil, yediyimiz eyni şey Yox, deyil. o ayrıdır. O ayrıdır, Naxçıvan qavurması ayrıdır, imişli qovurması ayrıdır. Fərqli dadlardır. Fərqli dadlarlar. Elə onu hiss eləmək də olur. Vay anam vay. Oy anam vay. Aran yerin heyvanları deyibəni duzludur. Ətində, tamında fərqi çoxdur. Sırf aranda olduğu üçün də. Rayon zonası biraz şoranlı yerdir deyibəni. Otları duzlu olur, heyvan tamlı olur. Onda şoranda böyüyən heyvanın əti dadlı olur da. Tuzu özündən olur da. Dağlıq yerində duz qoyurlar heyvanın qabağına. Amma Aha. burada ehtiyac yoxdur. Buranın məsələn torpağı biraz duzlu deyibəni, o qidadan özü alır. Bir də deyirlər ki, dağlıq yerdə hərəkət edən heyvanın əzələsi möhkəm olur. Amma burada o yoxdur. Çünki mən yeyirəm. Ət pambıq. Pambıq kimi. Pambıq. Bunu batırsan buna. Bunu batırsan buna. Kartoşkasından sonra Ulya bu ətini götürsən. Ətini də belə sümükdən bax. Özü ayrıldı. Ətini də sümükdən belə ayırdıq. Üstündən də Bulyonu. Suyunu, bulyonunu. Buna dəhşət dadlı yeməkdir.
bu kebabın gözəlliyinə bax. Bunu var ha Ulya. Sən necə yeyərlər? Bax belə. Bunu belə yeyərlər. Birbaşa oradan. Ha? Qaynar da amma elə. Bal! Bal! Usta o maraqlıdır, o qazanlar böyrəri nə belə palçıqlıdır? Odun qaralmasın deyiləni. Hə, qaralmasın deyənə də. Özüm bayaqdan baxıram Bu yuvan bütün. kimi qappaq olur. Valla. Hə, axırda toy bitəndən sonra hamısını yuyub. Sonra qappaq. Hə. Pilov. 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 Böyle emişli qovurmasının üstündən bu aş gedər. Desert kimi gedər. Usta, belə bir dənə bir şey soruşum da, bax. Burada baxıram bayaqdan xanımlar da işləyirlər, qəşəng yeməklər bişirirlər, sağ olsun, əlləri, qolları var olsun. Çox sağ olun. Qardaşımız qəşəng kebab bişirir. Siz o qəşəng qavurma bişirmişdiniz. Bilmək istəyirəm, belə qonşusuz, xeyir şərdə bir-birinizin yanındasınız, yoxsa aşpaz kimi işləyirsiniz? Ha. Yəni rayımızda atamız bizim Allah bütün ölənlərimizə rəhmət eləsin. Allah rəhmət Gözəl eləsin. sənətkar olur. Rayonda tanınmış sənətkar olur. O da bir... Atanız? Bəli. Bizdə onun balaları yox. Yəni atamızın işini davam edir. Onda Annə keçib sizdə Bəli, bu bəli. aşpazda. Yəni atamın rayonda 50 dənə şagirdi var. ustanın atası da bu kənddə məşhur aşpaz olub. Bəli. 50 yaxında bir tələbəsi var. 50 dənə tələbəsi rayonda. Əla, əla. Öyle en yaxşı tələbələrdən də birisisiniz də. Biz evladı yox. Bizə Ha, siz də tələbəsiniz. Bence genetik olarak keçir. Ay 100 var, kinet. Sen ne yiyirsən? Bu da yemək qala parmaq oynaya yiyirsən. Ha? Ha? Size görəmən televizorda. Görsən? Olsan, ol. Ha, bəs o bibilər? Bibilər də bizlə yoldaş kimi işləyirlər yəni. Yəni onlar da aşpazdılar. Aşpaz da, hə, yəni bircə yoldaşda işləyirlər. Bir məclisi yola vermək üçün gəlmişlər. Aha, Kampanya kimi. kampaniya kimi. Öpürəm. Catering company. Yəni deyim ki, əlinizin duzuna söhbət yoxdur. Nəyə görə biz bunu deyirik? Muhteşemsiniz. Vallahi Çünki biz Ülfət xanımla artıq neçə dənə rayon gəzmişik də. Maşallah olsun, bütün rayonlarımızda, bölgələrimizdə elə gözəl yeməklər bişir. Elə gözəl məclislər olur. Maşallah olsun. Siz də həmişə var eləsin, eldən əskik olmayasınız, həmişə Öpürük. belə xeyir işləri çəkəsiniz. Amin inşallah, amin inşallah. Balalarınızın toyunda inşallah. Öpürəm sizi. Eldən əskik olmuyor. Allah sizi var eləsin, sağ olun. Öpürəm. Usta nətərdir usta? Keyfiniz əhvalı. Həmişə toylarda usta. Çok sağ ol. Usta, günə en çok pişirdiğiniz neçə kilo
kebab olub. Bax, bu günləri nə qədər bişirmisiniz? Bu günləri 40 kilo lülə kebabdır. Ay maşallah. Nə danırsan? 40 kilo lülə. 35 kilo da beçə kebabı. 35 kilo besək. Maşallah. Onda toydakılar da yeyəndilər ha, maşallah olsun. Bizdən çox yeni olmasalardı, yeni olarlar. Amma ümumiyyətlə deyim ki, Dünya, biz özümüz də yəni yeyən cəmaatıq da, maşallah, yeyib-içən cəmaatıq. Özdə İmişlidə mənim dostlarım var. Bir neçə dəfə məni fermaya dəvət edir. Burada fermalar çoxdur. Fermada Toyuq ferması. yox, toyuq ferması olmağını bilmirəm, amma bu qoyun, keçi belə saxlanılan ferma özləri üçün şərait də qurublar, evzat da tikiblər oradakı. Deyirəm, müşfik, gəl sənə bir dənə quzudan kəsək, burada yeyib içək. Daha indi bu dəfə vaxt edib gəldik də. Quzular kəsildi. Elə xeyir işə birbaşa gəldik. Siz də bu kampanyadansınız, bu indi müəllim Bəli, bir yerdə gəlmişik. bir yerdə. Elə xeyir işlərdə həmişə gedirsiniz, yemək bişirirsiniz bu kampaniya olaraq. Evet. Allah həmişə belə xeyir işlər qismət eləsin, qardaş. Sağ ol, sağ ol. Bir mənə zəhmət olmasa. Ver o an zəhmət olmasa. Çox sağ olun müəllim. Öpürəm sizi. Sizə böyük hörmətim var. Allah sizə. Həqiqətən. Əlində Hoş bu. gəlmisiniz. Öpürəm. Hara aparsan onu? Onu stola aparıram. İçəridə. Bəli. Özün ye. Yeyib doyublar, ancaq sümük istəyirlər. Sümük Yeyib doyandan sonra sümüklü. Xanım da xoş gəlib. Sağ ol əzizim, sağ ol. Nəsə lazım olsa problemdir, buradayım. Öpürəm. Valla, Allah hamd olsun. Çox sağ ol, qardaş. Vay vay. Usta qazmaq da fərqlidir. Nə qatmışsınız buna, bu qazmağına? Müəllim, lavaş. Lavaş, Bəli. şahplov sayağı. Şahplov sayağı. Yumurtası var onun. Yox, yox. Ancaq Onun necə Kərə belə maraqlı yapmalı. görsənir. Aha. Vay vay vay. Bu lesən də yeməyi götür, gəl sərinlikdə yeyək. Bəh, bəh. Bax, bu kənd həyatının gözəlliyinə bax. Ona görə bax, burada yeməklər də möhtəşəm olur da Ulyada. Bir də bana bax. Yeməklər sevgi ilə bişirilir. Orqanik tərəvəzlərlə, ətlər bişirilir. Gözəllik, gözəllik. Bax, bu havada, elə gözəl təbiətdə. Cücə plovun ayrı bir ləzzəti var. Buna bax, buna bax, buna bax. Qazmağın dadına bax, öyle qazmağın Qazmanın da dadına. zadına baxacağım, biraz gözlə. Bax, bunu belə qəşəng, bax, belə. Aha. Ulya, sana bir şey diyeyim Ulya. Doğrudan, yani sen babat yiyənsən ha. Ağlayacağım indi xoşbəxtliyimdən mücbir. Bunun bir dənə qəşəngiyi gəlir. Mən hazıram. Ye geçsin. Sen öyle yedi, ağzım sonlandı. Bu kadar yemeğin üstünden kız o kadar iştah verici yiyir ki doymuşam ama yine yemek isterim. Vay vay vay, bunun parıltısına bak. Of, of. Bir şey görsen. Ən səbirsizləndiyim yerdə, o necədir? Qazmaq necədir? Cheers. Möhtəşəm. Süper. Başımın tacı qardaş sənsən. Oy oy, Bulya, bu doğrudan möhtəşəm Bulya. Doğrudan möhtəşəm. Nuş, nuş.
Bu bibilərin əllərinə sağlıq. Maşallah. Bibilərin də, əmilərin də bunları bişirən, Hamısın vallam. doğrayıb kəsən, təmizləyən, Bütün əziyyəti keçənlər. yuvan, hər şey, bütün burada nə əziyyəti çəkən insanlar varsa, Allah onların canını sağ eləsin. Amin. Həmişə yeməklərində, evlərində belə gözəl yeməklər bişsin. Süfrələri ruzi bərəkətli olsun. Amin, amin, amin. Bu dəhşət, bu ayrı bir desertdir. Mən sənə bir şey deyim. Bu yeməyi basmaq üçün otursun deyə bax buradan belə bir əzmə götürsən, bu əzmədən. Duzludur özü, hazırdır. Duzda, cheers. Bundan bir dənə yeyirsən ki, bundan qabaq yediyin yeməklərə biraz bassın, mədən biraz boşalsın. Buna sifət idi. Oy! Oy, oyandım. Sən nə maraqlı olursan. Oyandım. Sən nə maraqlı olursan, ay öləm. Oy, çox turşuydu. Doğrudan çox qəşəngdir amma. Çox qəşəngdir, ləzzət elədi. Ləzzət elədi. Oyandım Qəşəng. elə bir. Tamam, çox maraqlı. Oh. Bez giyinən nəvə var? O biri kızımın 3 yaşındadır. Neçə nömrə bez giyinir? Nömrəsini bilmirsən? Heylədir. 5 ya 6. Biri buradadır. Ha? Bir İndi o biri burada. bir dənə soruşdu. Bibican, sən necə, nəvə varındır? Nəticəm var görsən. Oo, nəticəsi də var. Biz giyinən... Asada da ilaydır. Amin inşallah, amin. Bez giyinən var, uşaq bezi. Geyir. Neçə rəzmər geyir? Ola bir yaşı, 1 yaşı var. 2 yaşı var. Uzaqda göl gördədir, yanıma gələcək. Gələsidir. Rəzmərini bilmirsən? 2 yaşında da var, 1 yaşında da var. Bibican, bu... Sən nəvəvin bezi, mini boz uşaq bezləri. Və bunlar premium bezlərdir, allergiyaları qətiyyən yoxdur. Uşaq rahat yatır bu bezlərlə. Bu bez Azərbaycan istehsalıdır. Və premiumdur. Bu sənin nəvən üçün Azərbaycanımızın yerli istehsalı olan mini boz. Premium bez, mini boz. Onu deyim ki, mini bozda çatdırılma da var. Nə vaxt ürəyiniz istəsə, evdə bez qutaran kimi, yəni mini boz bitən kimi zəng vurursunuz, həmən dəqiqə mini boz qapıdadır. Bibican, bu da verirsən öz nəvəvə. Sonra alış-veriş hardan edirsən? Babam marketdə. Yalnız və yalnız. Çünki Oba Market Keyfiyyətin və qənaətin ünvanıdır. Xeyirli və sərfəli. bəli, Xeyirli və sərfəli. bəli, həm də ki Oba Market öyle bilirsən də Azərbaycanın bütün bölgələrinə, kəndlərinə, şəhərlərinə Hansı rayona, hansı kəndə getmişiksə, orada mütləq Oba Market olur. olub. Obadan, hadi yəni hazır götür, hazır. Yucu vasitələrdir, bibim. Sağ ol. Obadan, bax içində yucu vasitələrdir, hamısından veririk sizə. Və o bibinin də. Buyurun. Bibi, sən də yəqin ki, obadan edirsən də al verir də. Götür, obadan yucu vasitələridir. Belə gözəl günlərdə işlədəsiniz. Sağ ol, sağ ol. Sağ olun, sağ ol.
Qonşu market Obadan endirim novbaharı. 22 may 4 iyun tarixləri arasında tam da tavada sosisin kiloqramı 6 manat 99 qəpiyə, 1 kiloqramlıq şahin kərə yağı 16 manat 99 qəpiyə, 1 litrlik final qarğıdalı yağı 5 manat 25 qəpiyə, 400 qramlıq şax qara çay çeşidləri 6 manat 50 qəpiyə, 5 kiloqramlıq persil yücü toz çeşidləri isə cəmi 14 manat 99 qəpiyə. Sponsorumuz Minibus uşaq bezlərinin birbaşa istehsal olunduğu zavoddayıq. Əziz valideynlər, minibus uşaq bezlərinin necə keyfiyyətli hazırlanmasını sizlərə göstərmək üçün gəldik birbaşa zavoda. Məni minibus bezlərində ən birinci cəlb eləyən bax bu dizaynıdır, şəkillər. Biz böyükləri cəlb edirsə, uşaqlar bunu lap oyuncaq biləcək. Aləm sənə bir şey deyim. Burada gördüyün uşaqlar var ha, hamısı yerli uşaqlardır. Orada biri var, mənim dostumun oğludur. Minibus! Xoşbəxt analar, xoşbəxt balalar. Həmişə toyda, həmişə toyda. Necədir? Keyfiz əhvalınız necədir? Keyfiz əhvalınız. Hoş gelmişsin. Sağ ol, öpürəm, var olasınız. Soltan bıraktı kendine. Necədir? Keyfiz əhvalınız. Dostlar, qohumlarsınız? Hə? Hem oğlu, bal oğlu. Balaca bəyin nəyisiz? Əmsi oğlu. Balaca bəyin? Balaca bəyin nə boyda əmisi oğlu var? Babasının emsi oğlu. Ha? Babasının emsi oğlu. Babasının əmsi oğlu. Babasının əmisi oğlu. Belə deyirəm bəyin nəyisi deyir. Öpürəm sizi, sağ ol. Şəkil çəkdirə bilərəm. Əlbəttə ki. Oy kirvə, nə dərsin? Keyfiz əhvalı. Vəziyyətlər necədir? Artaqa. Kirvə siz ya qardaşdır? Ben qohumuyam. Qohumus nəyisiz? Orada bir ağsaqqal oturub. Ben qaynım oğuldum. Hə, deyirəm ki, bəyin nəyisizdir ki, bəyin əmsi oğlu. Deyirəm, ala bəy bobu ilə balacadır. O yaşında əmi oğlu necə olur? Bitir, herhalde odur. Ben qaynım oğuldu. Dayının oğludur. Aha, Allah sağlar. Siz də kirvəsiz. Ha, kirvə, bu da nə olur? Bu da sizin oğlunuz. Bəs onun olur toyu? Çoxdan. O böyük kişidir. Sən neçə yaşın var? 10. Biraz gecikmişsən evvel. Tuta bilmirdilər səni? Elə bir şey. Allah sağlasın. Kirvə kimi sizdə gərək Allah kömək olsun. sona qədər bu kişinin həmişə qulluğunda olasınız da. Çünki kirvə elədir ki, bütün məsuliyyəti götürüb oyuna. Düzdür? Puldan başqa da, puldan başqa. Puldan başqa. Pul barədə məndən əlviz. Pul söhbəti yoxdur, yaxşı. Böyük toyuna gələsiniz. İnşallah. Allah'ın toyunu mübarək. Siz babasısınız? Bəli. Oo, babacan. Sən narahat olma, pul xərcdən babam var. Allah onu. Kirvə gördün ki, oyanmayanda babam buradadır. Allah onun canı sağlasın sizlə belə. Öpürəm sizi, O öpürəm. gün olsun, böyük toy olsun. İnşallah. Siz də onda iştirak edəsiniz. Mütləq, dəvət eləsiniz mütləq. Varım. Rast ki dəvət eləyək. Sizin gəlmişsiniz. Sizin başqa böyük nəvələr var, böyük toy olan nəvə var? Yox, budur. Bir toyudur. Yox, sünnət toy yox, böyük toy. Yox, nəvəmi yox. Yoxdur. Sizə inşallah bunların böyük toyunu görmək qismət olsun. Amin. Sənə ömür versin, gəlib onun toyunda iştirak edin. Öpürəm sizi. Sağ ol. Allah sizi var eləsin. Öpürəm. Bir də mənə qəşəng oynayaq. Oynayaq sonra biz də təbrik edərik, ha Olya? Bəli. Sağ ol qardaşım. Ah,
Hoş gəlmişsiniz bu gözəl günə, bu gözəl məclisə. Görün nə gözəl təsadüfdür ki, bugün bizə bu gözəl məclisdə iştirak edirik. ATV kanalından, Ləzzət Axtarışı verilişindən gəlib imişliyə çıxmışıq. Bu gözəl, bu tarixi günü biz də öz kameralarımızdan lentə alırıq. Və inşallah ki, doğrudan da bu gün elə unudulmaz gün olacaq ki, bəy öz böyük toyunda da balaca toyunu xatırlayacaq. Deyəcək, balaca toyun, amma böyük də yaxşı keçmişdik. Bəlkə də belə deyəcək. Hani ellər haradadır? Bizim o balaca toppuş muppuş səbəbkarımız. Bizim balaca bəyimiz. Elnar, Allah səni saxlasın, ne olur. Amin. Hele bil, böyük toyuma gecikən kimi, sən də bir balacaya elə ki, biraz gecikmirsən. Mən də bir 35'te evlənmişəm. Sen de biraz gecikmişsən elə bil, amma yenə də xeyirlisin, hər şey xeyirlisin. Hər şey xeyirlisin, qardaşım. Yaşaz. Baba, sen de gel bura. Qoy Ülfət xanım da, bizim gözəl aktrisamız öz dirək sözlərini desin. Ondan sonra ben sizin hamınızdan xahiş edeceğim. Baba sen aksakalsan ağa. Hamını kaldırırsan ayağa ki bir yerde güzel rəqs edəyək. Ondan sonra biz yüngül həzmə verək yedilərimizi çünkü çok yemişik maşallah. Yeməklər o kadar dadlıydı. Allah hoşunuz olsun. Öpürəm sizi. Elnar Bey, senin artık 10 yaşın tamam oldu. Çok yaraşıqlısan, çok ağıllısan, çok tərbiyəlisən. Savadınla davam elə. Allah sənin anana, atana, nənələrinə və babalarına uzun ömür can sağlığı versin. Savadlı ol, cəmiyyətə və öz həyatına xeyirli bir övlad olur. Sağ ol. Amin diye inşallah. Amin. Babacan. Ben de Aksakal kimi səni dəvət elədim bura, sən də bir kəmi deyirsən, hamını dəvət edirsən rəqsə ki, mən bilirəm ki, yeməklər o qədər dadlıydı ki, yəni bizim adımız çıxıb, ay ki, bunlar çox yedilər. Siz də maşallah az yeməmişsiniz. Halal hoşunuz olsun. Halal hoşunuz olsun. Gələn qonaqların hamısını bu rəqsə dəvət edirəm. Bir yerdə oynayıb səninlə. Hoş gəlmişsiniz. Allah sizə ömür versin. Həmişə çəkilişdə olsunlar. Öpürəm, sağ olun. Bizim gözəl ifaçı qardaşlarımıza da, bu gözəl ansamblar eşq olsun deyirik. Təşəkkür ederim. Nə gələcək özləri bilir. Getdi! Alqış gəlsin, alqış gəlsin.
Sponsorlar: Oba Marketlər şəbəkəsi, Mini Boss uşaq bezləri.